O jurnalist olsa, o sözler jurnalist sözler. Görürsən heç mən bir dəfə əli çık demirəm. Yani çünkü səviyyə söhbəti var da, o səviyyə. Onun sən sifətini görmürsən, sifətinə yoxdur. Sen o əməliyyat edib burnun, dodağını, bir sifətinə bax onun. Bir sifətinə bax gör nə yoxdur. Adını demirəm da bunu. Allah onun bəlasını versin. Bir onun sifətinə bax, sifətindən mordasına bax onun. Kişi də gələr kişilik mordasına da. Səndən elə bir ki, yanıqlı qalıb da, sən o məhsilə getməmişsən. Yox, eləmişəm. Sən kimsən ki, səni bəlkə birdən ki, mən dəvət eləmişəm verilişə. Yəni ona da yaraşmır da, yəni durub sənin haqqında elə... Məni də görəndə deyir, sənətkar belə oldu, ağsaqqal belə oldu, nə vaxt görür, nə vaxt görür. İndi burada elə danışır ki, Akaz Vasitə məni bu bəyənmir. Durur deyir ki, filan vaxtı filan yerə tutmuşlar, bunu bilir, bütün Azərbaycan bilir. Tutmuşlar da, mən nə isə tutmuşlar, vətənimə getmişdim də, cinayət eləmişdi. Allah ömrü... Yəni pis, cəmaatda pis şey yaradır. Nə bilim, İlhamə xanım belə eləmişdi. İlhamənin qadası düşdü sənin ürəyinə. Yox, sən bu yaşa qədər öz sözü demisən, öz hərəkətləri eləmisən. O nətər deyərlər, elə bir şeylər var ki, heç sən onları çəkib paylaşmırsan da, yəni mən... Nəyə lazım, xalqın göz tərəzidə o kimdir ki, mən ona paylaşım, mən onu Allah yolunda əlimdən gələn gücüm çatanı eləyirəm. Bunu da xalq bilir, hamı bilir. Durur deyir ki, şəhid anasını öyrətmişsən, ayıb olsun. Şəhid anası uşaqdır, nədir, deyil, 5 manat veriblər. Heç onu görənin atasına nədir, zəng edənin atasına belə bir şey olursun. Sənə təsir eləyir ki, yəni bu günləri sən qardaş, dost, yəni yaxından sən o deyirik, sən mənim qardaşımsan, sən mənim yanım. Qənət edib deyirlər, bu sənətdə qardaş-mardaş yoxdur, yalandan problemlər olanda gəlib deyirlər. Sən üzrə gəlib gülən, sən qardaş deyən o insanlar var ha. Onlar bu sənətdə niyə görə sənin haqqında bir yaxşı belə deyəndə, o sən elə deyirsən. Mən bu sənətdəyəm. Mən özüm də deyirəm ki, bu sənətdə danışmaq olmaz. Yaxşı oğlanlar, yaxşı kişilər var, amma höyki 15%. Yəni burada dostluqlar, bu sənətdə dostluq, qardaşlıq olmayıb. Mənə də ehtiyac yoxdur, mənə nə lazım, mənə kimisə nə dəstək lazımdır. Mən tək özüm bəs eləyirəm. Mənə dəstək lazım deyil, mən tanımırlar, bilmirlər. Olanı deyəsən, mən ona görə... Və yaxud mən kimlə rəqabət aparam ki, gücüm çatmır, əli kimdə? Əli kimdir? Qardaş, mən hiss eləmirəm, mən əlini hiss eləmirəm. Əliciklər çoxdur, mən hiss eləmirəm. Hiss eləmirəm, onu zaman vaxt gələcək, inşallah hər şey öz yerini tapacaq. Deyirdiz, sən kişisən, eləsən, əsl kişisən, Stoykov bu vaxta qədər qoruyub saxlamışsan. Elə onlar da görür ki, 62 ildir bu qədər səhv eləmir. Bu naharaq, neynə yıxır. Onlar da işi gücü elə olmaz da, yəni olmayan şeyi çəkib paylaşırlar ki, sənin nüfuzdan, hörmətdən sarsınlar, amma ona fikir verin. Hayır, həmməşə sənə da aiddir. Danışanda gör kim sənin haqqında danışır. O mənim, heç kimdir, mən onu hiss eləmirəm, bu ümumiyyətcə. Dostu, mən ona cavab verməzdim. Mən çox şantaj edirəm. Çox şantaj edirəm. Mən ona görə öz səslərimi qoydum. Saatçıda bu xalq özü gibi. Xalqdakı nəsil kök qalmıyor. Hamısı da sosial şəbəkəyə gedir. Peşman oluyor, doğulduğuna peşman oluyor. Sən tanıyıb, bilən bilir, sən nətər olursan, necə kişisən, necə kişinin olursan, sən elə bir yaxşılıqlar, sənin dəstək olmağında, yəni halkın sabahında bir, mənim də başıma gəlib, mənsə çağırıblar, getməmişəm, mən haqqımda belə bir şey. Yox, mən ona hörmət mənasında dedim ki, belə olub, belə getməmişəm, əcəb eləmişəm. Xoşa düşə, səni bəlkə mən dəvət eləmişəm, hamısı evladımın toyunu, ad günü, birində olmuşsa. Sonra da deyirsən ki, mənə təhsilən bilsən nədir? Mənə təhsilən oldu ki, biz onu dəvət eləmişik, səhv düşmüş. Ondan sonra o yazıları verdim. Yaxşı eləmişsən, haqq qədər. Öpürəm bəniz qardaş, baş qoşma, o uşaqdır, o bir-iki dənə söz işlədir. İnşallah onların cavabını alacaq, vaxtı gələcək alacaq.
Haqq ədalət öz yerini tapacaq. Bəli, bizim dövlətimiz var, bizim hökumətimiz var, dövlət orqanlarımız var. Onun hər bir sözü cinayətdir. Manavçıq deyir, naftalan insi gəlir. Və bunlar hamısına cavab verəcək. Kim dayanıb arxasında bilmirik, amma olmaz. Onun muldası. Danlıda çox şey danışma olmur. Götürüb Hədə danışmaq olum. Ona görə mən danışdım ha. İnşallah dövlətimiz özü hamısının yoluna var. Kimin nə gözü var, özü cavab verməli olur. kişiliyindən biraz sən nəsə ona biraz elə götür də balaca o kişiliyindən, o məhdliyindən biraz ötür olur. Ötürək. Yəni haqqına danışar da, düz danışar da, nə olar ki? Düz danışar, haqqına danışar. Söhbət ondan gedir ki, mən də o məclisə olub ki, demişəm gələcəm, amma gedib çıxa bilməmişəm. Burada nə var ki? İndi Manaf da indi məclisə, indi o əli deyib, gedə bilməyib, alınmayıb, işi çıxıb. Da bu nöşün sən çəkib onun haqqında pis sözlər deyirsən, pis fikirlər deyirsən, olanı olmayanı deyirsən. Yəni bu o elənçini adama deyirlər abi. Olmaz. İlyas'a 50 dəfə dedim ki, mənə hədiyyə atma. Mənim xoşum gəlmir. Mən kimsə qadir atmayın da mənə hədiyyə. Mən burada canlı açmamışam, mən pul yığım. Mənim xoşum gəlmir canlı açmaqdan da.